Növbəti bir mənzildə hamımızın qarşınızdayıq. Yeni bir mənzil təqdim etməyə çalışırıq. Həmişə mənzillər çəkərkən mənzil haqqında tam məlumatları veririk və mənzilin müəyyən hissələri haqqında məlumatları sizlərə çatdırmaq istəyirik. Bu mənzil haqqında tam məlumatı vermək, yəni videoya sığışmayacaq, yəni 3 dəqiqəlik videomuza yerləşməyəcək. Çalışacağıq geniş şəkildə sizə mənzil haqqında məlumatlar verək. Burada mənzilimizin giriş qapısı yerləşir. Daxil olduqda belə bir gözəl, geniş bir dəhliz hissə qarşılayır. Yel çəkər, orta mənzil gün çıxana və gün batana batır. Qonaq otağı, mətbəx hissəsi, yataq otağı daxilində sanitar qovşağı, ümumi sanitar qovşağı, sağ hissədə camaşırxana otağı və digər hissədə əsas valideyn yataq otağı və daxilində hamam tualet hissəsi, yəni sanitar qovşağı yerləşir. Giriş qranit mərmər və istifolla təsis olunub. Sağ hissədə belə bir böyük gömmə qardırob hissə, sol hissədə belə bir güzgülü açarlıq və ayaqqabı geyinmə hissəsi yerləşdirilib. O hissədə isə gömmə bir qardırob və aksesuarlıq hissələr yerləşdirilib. Çox gözəl, geniş bir mənzil. Burada mənzilin qonaq otağı yerləşir. Həqiqətən də mənzil haqqında məlumat verməyə adam söz tapa bilmir. %100 ev. Yəni hər evdə bir minus var deyirlər. Bu evdə minus yoxdur. Həqiqətən də hər bir şey dizayn əsasında düşünülərək təmir edilmiş, tam əşyalarla təchiz edilmiş, yaşayışa hazır bir mənzil. Qonaq otağını görürsünüz. Təmir zamanı gözünüzdə aydın şəkildə görürsünüz ki, keyfiyyətli materiallardan istifadə olunub. Əyani şəkildə gəlib mənzilə baxdıqda bunu siz aydın şəkildə görəcəksiniz. Dizayn əsasında dizayn edilmiş, Reka İnşaata məxsus təmir hissəsidir. Qonaq otağını gördüyünüz bu şəkildədir. Keçək digər hissələrlə də tanış olaq. Burada mənzilimizin və xanımlarımızın ən çox sevdiyi və istədiyi mətbəx hissə. Qonaq otağından da böyük olan, geniş planlı, 2 hissəli mətbəx hissə. Burada tam boya, tavana qədər və sona qədər yığılmış mətbəx mebeli hissəsi və aksesuarlıq hissələri. Sağ tərəfdə isə baxın belə bir gömmə qardırob kimi yığılmış aksesuarlıq hissələr, elektrotavar və soyucu hissəsi. Hamısı da mənzildə qalacaq, heç bir detalda dəyişiklik olmayacaq. Alqı-satqını edirsiniz, həmin gündə açar təhvil verilir və köçüb mənzilə rahatlıqla yaşayırsınız. Mətbəxdən və digər otaqdan eyvana çıxış var. Baxın, şəhərin mərkəzidir. Dəniz hətta baxın bu şəkildə görünür. İndi mən mənzilin yerləşmə yeri haqqında məlumatı tam sonda verəcəm, amma videoda bunu aydın şəkildə siz görürsünüz. İstifadə olunan aksesuarlar, istifadə olunan materiallar və istifadə olunan elektrik hissələrinin haqqında məlumat verməyəcəm. Çünki bunu siz görəndə bilirsiniz, divarda işləmiş güzgü, süni mərmər hissələr, lekka daraq hissələri və Venesiya məxməri boyalarından istifadə olunub. Bunu siz aydın şəkildə görürsünüz. Burada mənzilin birinci yataq otağı və az öncəki eyvana çıxış hissəsi. Burada da hər bir detal düşünülərək təmir olunub və hissələr yerləşdirilib. Yalnız televizor yoxdur. Uşaq otağına onsuz da televizora ehtiyac yoxdur. Baxın bu şəkildədir. Belə bir otağımız mövcuddur. Burada da gömmə qardirobdan istifadə olunub. Burada mənzilin yataq otağının daxilindəki sanitar qovşağıdır. Lazım olan aksesuarlar tam şəkildə yerləşdirilib. Burada mənzilimizin ümumi sanitar qovşağıdır. Burada mənzilin çamaşırxana otağıdır. Burada isə mənzilin əsas yataq otağı olan valideyn yataq otağıdır. Baxın, gözəl bir otaqdır bu da. Sakitdir. Yer çəkər mənzildir, orta evdir, gün düşəndir. Əsas yataq otağında gördüyünüz aydın şəkildə baxın, bu şəkildədir. Və əsas yataq otağının daxilində sanitar qovşağı olan hamam tualet hissi. Qanuni 3 otaq yel çəkər, tam təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzil. Əziz izləyicilərim, indi isə mənzil haqqında tam məlumatı sizlərə qeyd edəcəm və qiyməti də deyəcəm. 28 may metrosunun düz çıxışında yerləşir bu mənzilimiz. 16 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. Qanuni 3 otaqdır.
Padmayakdan, yəni təmirsiz mənzildən sıfırdan dizayn əsasında təmir olunmuş bir mənzildir. 3 otaq, 140 kvadrat ölçülü, tam 3 otaqlıdır. Yel çəkərdir. Bütün əşyalarla birlikdə satışa təklif olunur. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Yəni dizayn əsasında bu mənzildə məsələn bu künc divanı yerləşdirilib. Qiymət 595 min manatdır. Real alıcı əlbəttə ki, endirim olunacaq. YouTube-dan gələn müştərilər isə özəl endirim nəzərdə tutulub. Daha dolğun və ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Əlaqə saxlaya bilər. Mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzillərdə görüşənədək Allah alana və satana xeyir versin.